Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Kaspiysk şəhərində keçirilmiş seminar müşavirədə Dağıstanın mərkəzi ərazi dairəsində kütləvi məlumat vasitələrinin səmərəliliyini artırmaq ətrafında söhbət gedib. Tədbirdə mərkəzi ərazi dairəsində Respublika rəhbərinin səlahiyyətli nümayəndəsi Şamil Zeynalov, Mətbuat və İnformasiya naziri Aznavur Hacıyev, dairəyə daxil bələdiyyə qurumlarının və kütləvi məlumat vasitələrinin rəhbərləri iştirak edib. Tədbirdə bələdiyyə kütləvi məlumat vasitələri üçün peşəkar kadr hazırlığı, informasiya məkanında ekstremizmlə mübarizə, bələdiyyə qurumları və icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərində media planlaşdırmanın nizamlanması məsələləri müzakirəsini tapıb. Müşavirə çərçivəsində bələdiyyə kütləvi məlumat vasitələrinin işçiləri üçün seminarlarda təşkil edilib. Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə Çinə gəlib. Şanxayda Çin Xalq Respublikasının sədri Si Jinpinglə danışıqlar aparıb. Burada birgə hərbi məşqlərin açılış mərasimində və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə samit müşavirədə iştirak edib. Eləcə də Çin və Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Rusiya-Çin danışıqları bir sıra birgə əməkdaşlıq barədə sənədlər paketinin imzalanması ilə başa çatır. Əvvəlcədən verilən xəbərə əsasən Rusiya təbii qazının ixracı barədə sənəd də bu siyahıya daxildir. Şərq marşrutu üzrə boru vasitəsilə qaz qoyuluşu barədə danışıqlar son mərhələsindədir. 2018-ci ilə ölkə bazarlarında hər 10 preparatdan 9-u daxili istehsal məhsulu olacaq. Müvafiq bəyanatla ölkənin baş naziri Sankt-Peterburqda Rusiyanın farmasevtika bazarına həsr olunmuş müşavirə gedişində çıxış edib. Sağlamlığımızın əsasını təmin edəcək dərmanlar Rusiyada istehsal olunmalıdır. 4 ildən sonra daxili bazarda dərmanların 90% yerli istehsal məhsullarından ibarət olacaq. Bir qədər əvvəl Dmitri Medvedev ölkədə dərman bazarının həcmlərini trilyon rubla qaldırmaq təklifini irəli sürürdü. Müqayisə üçün xatırladaq ki, 2013-cü ildə bu rəqəm 8% artaraq 820 milyard rubl təşkil edib. Bununla belə daxili istehsal preparatların həcmləri ümumi göstəricinin 25%-dən ibarət idi. Dağıstanın gömrük xidmətində elektron deklarasiya yeridilib ki, deklarant və müfəttiş istənilən məsafədə internet vasitəsilə dialoq apara bilir. Nəticədə sərhəddən keçirilən mal və məmulatların tərtibatı prosesi qat-qat asanlaşır və vaxta qənaət edilir. Xatırladaq ki, 2014-cü il yanvar ayının 1-dən etibarən Rusiya Federasiyasının gömrük orqanları malların elektron deklarasiyası sisteminə keçib. Dağıstanın gömrük xidmətində isə bu prosesdən 2010-cu ildən etibarən istifadə olunur. Dağıstan Respublikasının İctimai Palatası son vaxtlar quldur formalaşmalarının hüquq mühafizə orqanları əməkdaşlarına xələl gətirdiyi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir, son vaxtlar bir sıra rayonlarda may ayının 9-u və 14-ündə isə Kunib rayonunda quldur formalaşmaları dinc əhalinin və hüquq mühafizə orqanları əməkdaşlarının məhvinə səbəb olmuş hərəkətə yol verib. Hökumət bu rayonlarda kontrterror əməliyyatı yeritmək məcburiyyəti qarşısında qalır. Nəticədə isə vətəndaşların həyat fəaliyyəti məhdudlaşır. Respublikanın İctimai Palatası Respublikada vəziyyətin gərginləşdirilməsinə, vətəndaşların dövlət hakimiyyət orqanlarına və vətəndaş cəmiyyətinin institutlarına etimadına xələl gətirilməsinə yönəldilmiş cəhdləri mühakimə edir. Hüquq mühafizə orqanlarını istintaqı təmin etməyə və günahkarları məsuliyyətə cəlb etməyə səsləyir. Respublika ictimaiyyəti bəyan edir ki, Dağıstanda qan tökməklə həll ediləcək problemlər mövcud deyil. Dinc dövrdə uşaqlar yetim qalmamalı, analar qara bağlamamalıdır. Dağıstan və Dağıstanlılar dinc yaşamağı bacarırlar və yalnız sülh və həmrəylik şəraitində yaşamalıdırlar. Oxuyan Tellər 3-cü Respublika Vokal İnstrumental Ansamblları Festivalı may ayının 23-də Dokuzpara rayonunun Usuqça kəndində keçəcək. Tədbir Respublikanın Mədəniyyət Nazirliyi, Respublika Xalq Yaradıcılığı Evi, Dokuzpara rayon Bələdiyyə Qurumu Müdiriyyəti və Mədəniyyət İdarəsi tərəfindən Mədəniyyət ili çərçivəsində təşkil edilir. Tədbirin keçirilməsində Cənubi Dağıstan xalqlarının musiqi mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğatı başlıca məqsəd kimi güdülür. Festivalda Cənubi Dağıstanın bütün rayonlarından, eləcə də Dərbənd və Dağıstanski, Agni şəhərlərindən musiqi ansamblları iştirak edəcək. Bugün Ümumdünya Metrologiya günüdür.
Hər il qeyd olunan bu tarix 1875-ci il may ayının 20-sindən baş alır. O zaman Parisdə Metrik Konvensiya beynəlxalq diplomatik konfransda elan olunub. Bununla belə qeyd edək ki, metrologiya qədim dövrdən baş alır və metrologiya ölçülmə ilə əlaqədar bütün elmlərə daxildir. Dağıstan Metrologiya Xidməti isə 1925-ci ildə təsis edilib və hazırda respublikada daha çox tələb olunan sahə kimi qalmaqdadır. Hər il Beynəlxalq Metrologiya Günü məxsusi deviz altında keçirilir. Məsələn, ötən il bizim həyatımız və gələcəkdə kimyəvi ölçü başlıqlı idi. Müvafiq sahə əməkdaşlarını Peşəkar Bayram münasibətilə təbrik edir, onlara uğurlar arzulayırıq.